Bitcoin'e gəldikdə isə Bitcoin bildiyiniz kimi biz keçən səviyyədə söhbəti açmışdıq ki, 108-dən aşağı formalaşsa, yəni düşsə, sürətli bir eniş 102 hətta 100-ə qədər gəlir. Təbii ki, bu artıq baş verir, amma bugün 5-ci gündür, cümə günüdür. Yəni 115-700-lərdən yuxarıda formalaşa bilməsə, vəziyyəti heç də yaxşı olmayacaq. Crude oil future spotlara gələndə isə, Brent oil future spotlarda biz bu haqda söhbət açmışdıq ki, yəni sel əməliyyatları haqqında təbii ki, sellər oldu, 60-76-lara qədər endi. Bugün alış əməliyyatları üçün yalnız və yalnız biz 61-50-ləri gözləməliyik. Yəni əks halda isə satış əməliyyatları isə 60-90-lardan gələcək. Euro dollar, funt dolları gəldidə isə euro dolların, funt dolların yəni ümumi istiqamət yuxarıdır. Yuxarıdakı hədəfləri nəzərdə çatdırım. Yəni qısa bir məlumatı verim sizə. Yuxarıda euro dolları 1.17-830'larda, funtda isə yuxarıdakı hədəf isə nəzərdə çatdırım. Burada qeyd edeyim, yəni 1.35-250'lərdir. Nasdaq S&P Dow Jones DAX isə bunlar bugün korreksiyalara hələ ki məruz qalacaq.